Bu mövsüm Azərbaycan 1-ci divizionunda olduqca gərgin və maraqlı mübarizələr, çempionat və oyunlar bizi gözləyir. Divizionun ən sürpriz, ən maraqla gözlənilən klublarından biri isə Şəfadır, hansı ki bəzən onlara Galaktikos da deyirlər. Bu bir zamanlar Real Madridin etdiklərini onlar bu mövsüm və artıq müəyyən müddətdir ki, etməyə başlayıblar. Ölkə futbolunda öndə olan simalar, eyni zamanda Premyer Liqada oynayan futbolçuların kluba dəvət olunması və digər bu kimi maraqlı yanaşma ilə komanda gündəmdədir və biz də qərar aldıq ki, bugün məhz bu klubdan danışaq. Baş məşqçisi Ergiz Kərəmli qonağımızdır. Onunla birlikdə həm klub, həm gələcək hədəflər haqqında danışacağıq. Xoş gördük. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Xoş oldu. Biz təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Çox maraqlı komandadır Şəfa və böyük bir adı təmsil edir. Vaxtilə ölkə futbolunda kifayət qədər nüfuzu olmuş bir klubdur. Eyni zamanda biz də klub rəhbərliyindən də qonaq olub danışmışıq və həmin irsi də qorumağa çalışırlar. Şəfa adını yenidən bir növ Azərbaycan futboluna qaytarmağa çalışırlar. Gəlin əvvəlcə son mövsümü dəyərləndirək və mövsümün müəyyən bir hissəsində komandanın başında oldunuz. Çox maraqlı bir mübarizə ilə yadda qaldınız. Necə keçdi və ümumiyyətlə bu kluba gəlişinizdən başlayaq. Sizi çəkən nə idi? Dəvət gözlənilməz oldu həqiqətən də. Milli komandada çalışan vaxtı difaydan ayrılmışdım sezonun əvvəlində. Sezonun ortasında birinci liga komandalarında adım hallanırdı. Maraqlananlar var idi. Lakin ikinci diviziondan təklif gəldiyində gözlənilməz oldu özüm üçün də. Amma gedib görüşəndə onların qış fasiləsində mənə dəvət etdilər. Ona qədər etdiklərlə mənə başa saldılar, sonradan nə edəcəklərini dedilər. Ümumi olaraq onların iş prinsipindən maraqlandım və həqiqətən də maraqlı gəldi. Uzun müddətli bir proyektdir. Futbolu sevən insanlardır. Prezident Sərdar Salmanzadə Şəfa Futbol Klubunun akademiyasında oynayıbdır. Ən azından futbolçu oldu və futbolçuların mənəvi dəstək verə bilir onlara. Bizim üçün də bu daha da asandır. Asanlaşır işimiz bu mövzuda. Ümumi xoş oldu həqiqətən də belə bir klubun mənə təklif göndərməsi. Həm şərait baxımından, həm irsi baxımından köklü bir klubdur. Mənim özüm də Şəfa Futbol Klubunda futbola başlamışam. İslam Kərimin rəhbərliyi altında. Bu da mənim üçün bir sürpriz oldu. Çox maraqlı. Mövsümün gedişatında gəldiyi rəhbərlik dəvət elədi, qəbul etdik dəvətlərin və transferlər edəndə artıq yeni bir klub yaratmağa çalışdıq. Yenilədik klubu, belə deyim. Transferləri edəndə birinci divizyona playoff uğrunda mübarizə aparmalıydıq. Birinci liqanın 9-cu ilə həmin ərəfədə format elə idi. Ona uyğun transferlər etməyə çalışdıq ki, komanda həmin klubla mübarizə apara bilsin, başa-baş mübarizə apara bilsin. Çünki liderdən 5 xal arxadaydıq. Artıq ikinciliyi də gözə almışdıq. Düzdür, çempionluq uğrunda mübarizə aparırdıq hələ də. Və düşünürdük ki, birinci liqada zəif komanda rəqib yoxdur. Ona uyğun hazırlaşmalıydıq. Ona uyğun da transferlər etdik. Adlar məlumdur. Hər birinin belə deyim, gücülər, hər birinin keçmişi olubdur və sevindirən oldu ki, hələ də futbolu hazırdılar, belə deyim. Və bu qədər. Bu mövsümdə birinci divizyona hazırlıq da kifayət qədər yaxşı görünür. Əslində qeyd etdiyiniz kimi komandanın qurulması artıq yanvardan, hətta biraz daha əvvəldən başlamışdı ki, bu da çox vacib məqamdır. Kaçsa yayda bu işlər olmur. Yayda komanda qurmaqdan yəni o qədər rahat olmayacaqsınızsa. Daha böyük dəyişikliklər, daha radikal dəyişikliklər olacaq bu yay, yoxsa daha belə də yumşaq keçiriləcək heyətin yenilənməsi bax? Heyətin 50% qalacaq komandada. Biz məcburuq bunu etməyə, çünki qarşıda bizi çox çətin il gözləyir. Birinci liqa ildən ilə çətinləşir həqiqətən də, komandalar güclənirlər. Həm maraq artır, həm maliyyə artır, həm futbolçuların səviyyəsi artır, həm məşqçilərin səviyyəsi artır. Ona görə biz buna hazır olmalıyıq.
Ona uyğun da hal-hazırda işimizi davam etdiririk. Bunun nəticəsi olaraq Əlirza Müştəqazadə ilə milli komandaya dəvət alınmışdı. Transfer etdik. Nihat Quliyevi Səbail komandasından transfer etmişik. Kifayət qədər yaxşı futbolçulardır bunlar da. Digər birinci divizyon komandalarından transferlərimiz var. Düşünürük ki, yaxşı bir komanda qurmağı bacaracağıq və hədəf yeni çempionluqdur birinci liqada. Təxmini indi baxırsınız da neçə komandanı gözləyirsiniz bu mübarizələrdə sizin də bir yerdə? İstər büdcə olsun, məşqçisi olsun, niyyət olsun. Düşünürəm ki, Səbail köklü bir klub olaraq, hazır bir klub olaraq bizim üçün rəqib olacaq. Mingəçeviri düşünürəm yaxşı rəqib olacaq. Digər klubların da büdcələri aşağı deyirlər. İstəsələr biz çıxmasın düzgün siyasət quşsa, yanaşmalar, düzgün yanaşma olsa daha yaxşı komanda, çempionluğa oynaya biləcək komanda yarada bilərlər. Büdcələri çoxsun, büdcəsi buna imkan verir. Burada yəni vacib məqamlardan biri də sizin qeyd etdiyiniz kimi həm divizyonun keyfiyyətinin artması, həm də divizyona marağın olmasıdır. Belə başa düşürük ki, futbolçularda da divizyona həm maraq, həm inam artır. Yəni futbolçu cəlb eləmək də sanki asanlaşıb. Əvvəllər təzə vaxtlarda biraz sanki daha çətin idi. Bəli. Çünki maliyyə aşağı idi əvvəl. Özümüz oynayan vaxtda da maliyyə uçurum idi. Premier Liqa ilə divizyon arasında həm də ümumiyyətlə maraq yox idi. Premier Liqa məşqçiləri ümumiyyətlə bura diqqət yetirmirdilər. Mətbuatda diqqət yox idi, ayrılmırdılar. Amma son 2 ildə birinci liqa əvəzçilərdən ayrılandan sonra həm maliyyə baxımından futbolçuların artıq maliyyə şərtləri daha yaxşılaşdırılıbdır. Yenə uçurum var, söz yox, amma qismən də olsa daha yaxındır. Həm də ki, diqqət var. Onun nəticəsi olaraq Əlirza Müştəqazadə difayədə mən orada baş məşqçi olan zaman bizim əsas heyət üzvü idi. Ondan öncə 6 ay futbol oynamır. Çağırdıq, gəldi. Hər oyun əsas heyətdə oynadı və Səbail komandası onu oyunlarını izləyib, bəyənib götürdülər. Bunun özü də bir müsbət haldır. Digər futbolçular üçün bir nümunədir, bir motivasiyadır. Razıyam. Hətta orada əlavə etmək olar, məsələn, milli komandaya futbolçu dəvət olunur, ötədən danışışda gedib. Şahişanlar olur. Hətta şəxsən mən düşünürəm ki, biraz yeni mövzusunda sayı da çox ola bilər. 21 millisinə məsələn gənclər oradan baxırıq, Ayxan Abbasov çağırır. Yəni bunlar özü də biraz sanki təsir eləyir. Biraz belə həm divizyon, həm Şəfa dəyişə soruşacağam. Şəfa klubunda qeyd etdiyimiz kimi infrastruktur iddialar böyükdür və infrastruktur məsələsi də çox sual doğurur. Hətta mətbuatda bununla bağlı müxtəlif iddialar da var. Amma biraz da bu mövzuda işlər çətindir. Çünki paytaxtda demək olar ki, yaxşı futbol infrastrukturu yox səviyyəsindədir. Yəni bu gün klublar stadion tapa bilmir məşq etmək. Bununla bağlı hansı yeniliklər var və nələr düşünürsünüz? İstəyimiz Bakıda məskunlaşmaqdır. Klubun istəyi belədir. Yəni hansısa bir rayonda klubu yaratmaq və yaxud da davam edən müzakirə mövzusu olmayıb heç vaxt. Çünki Şəfa Bakı klubu olub. İstəkləri, klubun rəhbərliyinin istəyi Şəfa Askarenanı uzun müddət icarəyə götürmək istəyirdilər və yaxud da almaq istəyirlər oranı. Və orada əməlli bir infrastruktur yaratmaq istəyirdilər. Həm əsas komanda üçün, həm akademiyası üçün. Buna da önəm verirlər akademiyaya, gənclərə də önəm verirlər. Lakin bu işlər alınmayınca digər istiqamətdə yönəldilər. Hal-hazırda ərazi axtarırlar və yaxud da başqa bir stadionlarla danışıq aparırlar ki, klubun bir bazası olsun. Nəinki bir stadion. Çalışırlar ki, ümumi klubun bir bazası olsun. Həm orada məskunlaşmaq, həm məşqlərimizi orada keçirdək, həm akademiyanın məşqləri orada olsun. Bu istiqamətdə işlərik. Yeri gəlmişkən, Premier Liqa hədəfi qoyulub da komandanın belə deyək, infrastruktur məsələsi də həll olarsa, Premier Liqaya, yəni belə deyək, yüksəldikdən sonra komandanı orada necə görürsünüz? Ümumiyyətlə rəhbərin yanaşması da bu mövzuda necədir?
Bu barədə qış ərəfəsində birinci dövrədən sonra ki, məni dəvət etdilər. Həmin ərəfədə də danışığımız olubdu. Hətta birinci divizionda nələr edəcəyimizi. Ondan sonraki Premyer Liqa sezonunu çıxacağımız təqdirdə inşallah necə klub olacaq və ondan sonra 2 il sonramı da danışmışıq hətta. İlk ildə böyük ehtimalla liqada qalmaq uğrunda mübarizə aparacaq klub. Ondan sonraki illərdə artıq Avropa kuboklara çıxmaq üçün mübarizə aparacağıq. Hədəflər kimi. Kifayət qədər ciddi hədəflərdir və biraz da özünüz də gənc məşqçisiniz. Bayaqdan indi danışırıq divizionda, məsələn, gənclər və digər bu mövzularda. Elə özünüzdən də yola çıxaraq istəyirəm bu mövzuda da biraz müzakirə aparaq. Son vaxtlar yerli məşqçilərə son illərdə ölkə futbolunda inam çox artdı və çox dəstək görürük. Böyük əksəriyyət klublarımızda şans verilir. Amma sanki belə bir təəssürat var ki, yerli məşqçilər, o bəlli adlar var da hazırda gündəmdə olan, işləyən, çalışan, onlarla yanaşı növbəti nəsil də yetişib. Bilmirəm, mənə belə gəlir, yoxsa yox. Məsələn, siz timsalınızda digər məşqçilərdir. Bu mənada gələcək perspektiv necə görünür? Yəni o hazırda işləyən o oturmuş məşqçilərdən sonrakı dönəm gələn adlar nə etməlidir, necə eləməlidir, perspektiv görünürmü və bu istiqamətdə divizyon nə dərəcədə əhəmiyyətlidir, birinci divizyon? Bunun başlıca səbəbi klubların sayının artmasıdır və klubların şəraitlərinin yaxşılaşdırılmasıdır ki, artıq dəvət gəldikdə cavan məşqçi olsalar olsaq belə düşünürük onların dəvətini qəbul etmək istəyirik. Niyə də yox? Çünki çalışacağımız liqanın səviyyəsi çox aşağı deyil, şəraitləri çox aşağı deyil, normal bir şəraitləri var və yola çıxmaq üçün şərt deyil də sırf Qarabağdan, Neftçidən başlayasınız. Biz də hardansa bir başlamalıyıq. Düzdür. Ona görə də ilk dəvət şəxsən mənə Difayə klubundan gəldi. Onlara da öz təşəkkürümü bildirirəm. Heç vaxt unutmaram bunu. Çünki ilk etimad edən klub gənc baş məşqçi idi. Baş məşqçi demək olar ki, olmamışdım həmin ərəfələrdə. Yəni o iş də çox vacibdir. İş də çox vacibdir. Həqiqətən də xoş sezon keçirdik orada. Sonda liqada qalmağı bacardıq. Yaxşı komandamız var idi. Və ilki oradan başladıq. Ümid edirəm ki, daha yaxşı olacaq, daha yaxşı klublardan təklif gələcək. Bunun qismində digər klublarda da maraqlanırlar, adımız havlanır. Bunun da özü də bir üstünlükdür ki, artıq maraq yaranıbdır. Nəinki mənə, digər məşqçilər də eyni qaydada. Cavan məşqçilərə artıq maraq yaranıbdır. Fərid Namazovdur, Cavud Hüseynovdur, Elvin Məmməlovdur. Biz düşünürəm ki, komanda sayı artdıqca və yaxşı komandaların sayı artdıqca biz də işimizi ortaya qoya biləcəyik. Bu mənada bir sual da verim. Gəlin Mövsüm Şafanın məsələn oynadacağınız futbolu soruşmaq istəyirəm. Yəni həm nəticə oynamalısınız, nəticə vacibdir, həm də dediyiniz kimi bir məşqçi kimi müəyyən bir baxışınızı, fəlsəfənizi ortaya qoymalısınız. Bu mənada nə düşünürsünüz? Yəni komanda hansı futbol oynayacaq, necə görünəcək, yəqin ki, hansı bir planlamanız var? Artıq 5 aydır ki, klubda çalışırıq və müəyyən dərəcədə futbolçular bizim istəklərimizi artıq qəbul ediblər, görür, bilirlər. Və gətirəcəyimiz futbolçuları da bu istiqamətdə yönəldəcəyik və öz fəlsəfəmiz var, öz oyun üslubumuz var. Çalışırıq dominant futbol nümayiş etdirək. İndi o da liqanın səviyyəsinə bağlı bir şeydir. Premyer Liqaya çıxanda bunu edə biləcəkmi? Bu da sual işarəsidir, böyük sual işarəsidir. Həqiqətən də çətindir. Amma çalışırıq ki, 2-ci divizionda hesablara da baxsaz, oyunlara da baxsaz görə bilərsiniz ki, biz dominant bir futbol oynamışıq və bunun ardını 1-ci divizionda da gətirməyə çalışırıq. Bu da istər-istəməz hara fırlasaz futbolçuların keyfiyyətindən asılıdır. Burada rəhbərlik hər cür şərait yaradıb ki, daha yaxşı futbolçuları cəlb edə bilək.
Onlara da öz təşəkkürümü bildirirəm ki, bu istiqamətdə bizə çox kömək olurlar. Yeri gəlmişkən, 2-ci liqada biz ikinci liqanı bəzən yaxından izləyə bilməsək belə, daim o rəqəmlər gözümüzün önündə idi. Futbol adamlarının böyük hesablı qələbələr, 7-8 toplu qələbələr. Amma həlledici finala bərabər oyunda Şaxtar Qusarla oyunda komanda demək olar qapıya yaxın düşə bilmədi də. Bu çox maraqlı idi. Bunun səbəbi və ümumiyyətlə bunun üzərindən oyunu şərh etmənizi istəyirəm. Bir yaxda vurğuladığım kimi sizlə söhbətdə deyək vurğulanan şey, böyük hesablı qalibiyyətlər olanda futbolçuları növbəti oyuna kökləmək heç də asan olmur. Bizim ən çətin duruma düşdüyümüz məqamlardan biri sırf 2-ci liqadan söhbət gedir. Bunlar idi ki, uşaqları hər oyuna fərqli hazırlayırdıq. Çünki istər-istəməz 10-0, 7-0, 8-0, 6-1, 5-1 qələbələrdən sonra onları növbəti oyuna kökləmək heç asan deyil. Şaxtar oyuna gəlincə isə final oyunuydu. Bizim belə deyim də tezcə etmək və yaxud da az topla uduzmaq bir lüksümüz yox idi. Tezcə etmək lüksümüz yalnız qələbə bizə lazım idi. Rəqib isə heçsə də sərf edirdi. Rəqib lider rəqib idi, zəif komanda deyildi. Hökmən biz udmalıydıq, belə bir şey də yox idi. Rəqibin heyətində Raid Əmirquliyev kimi təcrübəli futbolçu var. Yəni Ədilxan Qarəhmədov, Nodar Məmmədov, yəni heç də zəif, bizdən zəif rəqib deyil. Nümunə olaraq onlar hələ sezonda uduzmadılar, məğlub olmadılar. Onlara qarşı onlar müdafiədən başladılar, daha kompakt oynamağa başladılar ki, qapılarında qol görür, hesabı olsun. Bizim üçün isə həqiqətən də çətin idi, elə bir yaxşı bir rəqibin müdafiədə kompakt oynayan bir rəqibi yarmaq heç də asan məsələ deyil. Həqiqətən də bu Avropa Avropada çətindir. Belə deyim, bəlkə də Qarabağ Sabah oyunda da biz bunu gördük məsələn. ümumi oyuna analiz edəndə görürsünüz ki, qapı tərəfinə gəlib çatırıq. İstədiklərimizi ora qədər reallaşdıra bilirdik. Amma sanki həmin oyunda hər şey bizim üçün əksinə gedirdi. Misal olaraq gətirmək istərdim ki, cinahdan ötürmələrimiz hamısı ya qapı arxasına gedirdi, ya da ki, qapıçının qucağına gedirdi. Amma əvvəlki oyunlarda belə bir şeylərlə biz rastlaşmırdıq. Bütün zərbələrin, standart vəziyyətlərin hamısını, belə deyim də, heç də yaxşı istifadə edə bilmədik. Cinahdan ötürmə gəlir, bir toxunuşla pas ötürmə vermədik, onu da icra edə bilmirdik, söhbət icra edə bilmirdik, alınmırdı. Ondan öncəki oyunlarda hər şey yüksək səviyyədə alırdı. Yeminlə həmin oyun bizim günümüz deyildi, belə deyim. Əlbəttə olur futbolda belə işlər. Bu yaxınlarda həm də bu günlərdə mətbuatda göründünüz Qarabağın bazasında olmanızda. Çox maraqlıdır. Ümumiyyətlə bu sualların cavabları həmişə belə deyək çox maraqla izlənir Qarabağın içərisində olanlar. Bəzən Qurban Qurbanovdan da soruşuruq, klubun özü futbolçulardan soruşuruq, amma bir mütəxəssis kimi orada ki gördüyünüz təcrübə maraqlıdır, nələr gördünüz, nələr fərqli idi? Mən Qurban Qurbanovun rəhbəri altında 2010-2012-ci illərdə Qarabağda iştirak etmişəm. Onların işinə yanaşmasının hər dəfə mənim ağlımda qalıbdır və futbolu bitirəndən sonra arzum idi ki, ora gedim. Sadəcə uyğun məqamı gözləyirdim. Həm özümün daha da puxtalaşmağını gözləyirdim. Həm son, elə deyim, həm baş məşqçi olmağımı gözləyirdim ki, gedəndə orada nələrsə götürəndə artıq istifadə edəcəyim bir klub olsun. Bu günə qismət oldu. Bir il öncədən hətta danışıq olmuşdu. Sadəcə olaraq həm difaidə, həm milli komandada çalışırdım deyə. Özümün də vaxtım olmurdu. Xoş təəssüratlardan ayrıldım həqiqətən də. Onların işə yanaşması, nizam-intizamı, daxili mədəniyyəti yüksək səviyyədədir. Hər biri öz işini layiqli görür. Hər biri belə deyim də canın qoyur meydançada, meydançadan kənar.
və onlara da öz təşəkkürümü bildirirəm ki, hər xırdalığına qədər verdiyimiz sualların hamısını xırdalığına qədər cavablandırdılar. Və buradan bayaq qeyd etdiniz, uşaq futbolunda da işləmisiniz, milli komandada da çalışmısınız. Ölkə futbolunun ümumi problemlərinə baxsaq, gənclərlə bağlı, gənc millilərdə, milli komandalarda hansı problemlər var? Düzdür, belə bir sualla cavab vermək də çətindir. Amma uşaqlarda bu gün əsas müşahidə etdiyiniz problemlər hansı var? Problem, yalnız bir problem görürəm. Liqanın səviyyəsi ilə beynəlxalq səviyyənin oyunların sürəti. Yəni oradakı liqanın səviyyəsindəki olan temp və beynəlxalq səviyyədə oynadığımız rəqiblərə qarşı oyundakı olan temp. Bu da müəyyən bir oyunlardan sonra onlar artıq onlara uyğunlaşırlar. Amma belə böyük bir problemlər görmürəm. 4 il özüm milli komandada çalışdım. 2005-ci illərlə daha çox çalışdıq. Layiqli mübarizə aparırdıq. Hətta qələbələrimiz daha çox oldu. Yoldaş döyüşlərində ümumi nəzərə alsaq. Sonuncu elit raundda da yaxşı mübarizə apardıq. Qrupdan çıxa bilməsək də hər 3 oyunu layiqli mübarizə apardıq. Çox da geri qalmırıq. Düzdür, qabaqcılası şeylər var. Onların hamımız bilirik. Amma onları hər bir mənfi xüsusiyyəti də qabartsaq çox şeylə nail ola bilməliyik. Əlimizdəkilərlə qabağa getməyə çalışmalıyıq. Elə bu mövzuda daha bir sualım olacaq. Bu günlərdə milli komandada 21 yaşında futbolçulardan növbəti sınağını verir. Axın Abbasovla yaxşı bir başlanğıc elədilər. Bu uşaqların çoxusu da sizdə olub 2005-lərdə. Axın müəllim bizim söhbətimizdə bildirdi ki, var, perspektiv var həmin uşaqlarda və çox belə pozitiv idi, nəticəyə inanırdı. İstəyirəm ki, həmin o 2005-lərdə etəsini təhsənləsə, hazırki 21 millisindən bu istiqamətdə gözləntiləriniz necədir? Ya futbolçu, söhbət bisinə demək istəyirəm, yəni nəticə olmaya da bilər də, amma gələcəyin milli komandanın üzvləridir bu uşaqlar. O dəyişim barədə, oyunçu barədə hansı perspektivlər var? Biz ilk öncə vurğulayım ki, nəticəyə çalışmalıyıq ki, nəticə olsun. Çünki bu milli komandadır. Orada artıq akademiya deyil ki, biz kimisə sınayaq, futbolçu yetişdirək. Orada elə bir şey yoxdur həqiqətən də. Mənim üçün bu yanlış fikir. Niyə? Çünki milli komandaya gedəndə sənin 4 gün vaxtın olur, məqsəd olaraq. 4 gün sonra sən hansısa bir beynəlxalq oyuna çıxırsan. Bu 4 gündə sən hansısa futbolçunu mən milli komandaya hazırlaşdırıram deyə mənə gəlir çətin bir şeydir. Bu klubların əlində olan bir şeydir. Düşünürəm ki, doğru qərar verdilər Ayxan Abbasovu gətirməklə. Çünki oyun tərzi bizim milli komandaya uyğundur. Müdafiədən oynayır, əks hücuma çıxmaq. Onun özü də bir asan bir şey deyil, amma düşünürəm ki, onu öz oyun üslubunu milli komandaya qoya biləcək. Və mən pozitiv nəticələr gözləyirəm həqiqətən də. Həmin o pokoleniyadan 2004 və 2005-2006-cı illər komandasıdır. Çox perspektivli futbolçular var. Bəziləri Premier Liqada oynayırlar, bəziləri divizionda Qəbələnin heyətində çempion olurlar, hətta milli komandaya da çağırıldılar. Şahin Şəhniyarov çağırdılar. Ondan əlavə difai heyətində Xəyyam Hüseynov var. Onu da bəyənmişdi. Fernando Santos. Əlavə olaraq altdan gələn futbolçular da 2009-2007-ci il təvəllüdlər də, 2008-ci il təvəllüdlər də pis futbolçular deyirlər. Sadəcə olaraq liqanın səviyyəsini qaldırsaq, düşünürəm ki, ayaqlaşa bilərik rahat şəkildə. Təşəkkür edirəm Elgiz müəllim. Siz də sağ olun, dəvət etdiyiniz üçün xoş oldu həqiqətən. Biz də təşəkkür edirik gəldiyiniz üçün. Maraqlı söhbət idi. Əslində bitirmək istəmirəm, amma növbəti dəfələrdə inşallah yenə görüşərik. Mövsüm başlasın. Bu gün Şəfa klubundan, diviziondan və futboldan, uşaq futbolundan, ölkə futbolundan danışırdıq podkastımızda. Podkastlarımızı izləyin, kanallarımıza abunə olun. İrəliyən vaxtlarda daha fərqli qonaqlar da qarşınızda olacaq. Hələlik.